Qədr gecəsi haqqında nə qədər məlumatlısan? Bu gecədə Allah Teala insanların taleyini müəyyən edir, onların gələcək ili üçün yazılacaq qismət və hadisələri müəyyənləşdirir. Qədr gecəsi elə bir fürsətdir ki, insanın həyatı dəyişə bilər, duaları qəbul olunar, günahları bağışlanar və gələcək ili bərəkətli olar. Həqiqətən biz onu Qur'anı Qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Bəli, bu gecə təkcə Qur'anın nazil olduğu gecə deyil, həm də İslamın ən böyük şəxsiyyətlərindən biri olan İmam Əli əleyhissalamın şəhadət gecəsidir. İmam Əli əleyhissalam 19-cu Ramazan gecəsi Küfə məscidində ibadət edərkən xəvaric olan İbn Mülcəm tərəfindən xəncərlə vuruldu və 21-ci Ramazan gecəsi şəhid oldu. İmam Əli əleyhissalam ədalətin, təqvanın və Allah sevgisinin təcəssümü idi. Bu gecədə onu anmaq bizim də ədalətli və doğru yolda olmağımız üçün bir ilham mənbəyidir. Allah bizi Qədr gecəsinin bərəkətindən bəhrələnənlərdən və İmam Əli əleyhissalamın yoluna davam etdirənlərdən etsin.